Görürəm ölkə gündəmini ora-bura dartmaq istəyənlər çoxalıb. Azərbaycanın gündəmində yalnız bir məsələ olmalıdır. Ən aktual və ən yanan məsələ korrupsiyadır. Sadəcə olaraq ona görə yox ki, korrupsiya ölkə iqtisadiyyatını və insanları çürüdür. Həm də və ən başlıcası ona görə ki, bu prosesin başında şəxsən Əliyev özü dayanır. Ölkənin prezidenti kimi. Baxın dəyərli izləyicilər, bugün bir qəribə xəbər yayılıb və insanlar da güya təəccüblə qarşılayırlar ki, Gəncənin başı getmiş sabiq icra başçısı Elmar Vəliyevin Gəncə şəhərindəki ticarət mərkəzi satışa çıxarılıb, hərraca qoyulub və qiyməti də 18 milyon manatdır. Bu icra başçısının qardaşı hərbi prokuror idi. Onun mülkləri satışa çıxarılsa məlum olacaq ki, orada 1 milyard 800 milyon dollardan söhbət gedir. Elə Elmarın özünün də. Bir başqa keçmiş icra başçısının mülklərinin siyahısı yayılıb. Durub açıqlama verir ki, mən balaca Daşkəsənin icra başçısı olmuşam. Gəncənin, Sumqayıtın, Mingəçevirin icra başçısı olmamışam ki, o qədər də mülküm olsun. Azərbaycanda adətən sabiqlərin mülklərini sayırlar. Yenə də daha bir sabiqin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Azər Avtoyolun müdiri Salih Məmmədovun Almaniyada 27 hektar torpaq sahəsi üzə çıxarılıb. Amma bütün bunlar Əliyevin şəxsən özünə aid olan mülklərin, sərvətlərin yanında qəpik quruşdur və üstəlik elə bu aşkar edilən korrupsiya mülkləri də Əliyev ailəsinə məxsusdur. Əgər qotur bir icra başçısı da barmağını özündən daha böyük rayonların icra hakimiyyəti başçılarına uzadıb, onların daha böyük sərvətlərinin olduğunu iddia edə bilirsə, deməli bu sxem belə işləyir və onun başında dayanan da elə İlham Əliyevin özüdür. Bunları hamı bilir, mən də bilirəm və bildiklərimi də bölüşürəm, həm də konkret sxem üzrə. Əlbəttə, bu sxemlər üzrə danışaq, onları istinad olaraq göstərmək texniki baxımdan bir qədər əziyyətli işdir. Deyib üstündən keçmirsən, sənədləşdirirsən, bu sənədləri tərtib etmək üçün zaman sərf edirsən və nəyə görə? Ona görə ki, siz daha rahat qavrayasınız. Həm eşidəsiniz, həm də eşitdiklərinizi vizual olaraq görəsiniz. Azərbaycanın gündəmi də budur, fəlakəti də budur. Ölkə daxilində bütün proseslər Əliyev ailəsinin səlahiyyətlərinin və imtiyazlarının genişləndirilməsi istiqamətində dəyişməklə dırnaqarası qanuni dövlət görüntüsü yaratmaqla imitasiya edilir. Özəl və dövlət sektorunda xalqa və ailəyə tabili bütün qurumlara nəzarət səlahiyyətlərin hamısı birbaşa və ya dolayısıyla Əliyev ailəsinə məxsusdur. Əliyevlərin şəxsi istəkləri qanuni öhdəlik hesab edilir. Qanunlara əməl etmək yalnız xalqın vəzifəsidir. Qanuni cəza sistemi də yalnız xalqa qarşı tətbiq edilir. Etiraz edən istənilən şəxs cəzalandırılır. Port Baku korrupsiyanın idarə edilməsi ünvanıdır. Korrupsiyanın özü isə bayraqdan da üstündür. Nazirliyə yaxud SOCAR-a xarici ölkədə real ümumi dəyəri 10 milyon olan mal almaq lazımdır. Malın dəyərini 10 dəfə artırıb 100 milyon dəyərində tender elan edirlər. Bu mal üçün ƏDV ayrıca müəyyən edilir. Nazirlik yaxud SOCAR tender elan edir. Şəffaf görüntü üçün tender Nazirliyin saytındakı elanda yerləşdirilir və çoxlu sayda müəssisələr tenderdə iştiraka qoşulur. Yalnız nazirin A1 şərti olaraq belə deyirəm əlbəttə, MMC-si özəl şəxsi müəssisəsi tenderin qalibi ola bilir. Nazirin qohum və tanışlarının öncədən təsis etdikləri yenə də əlbəttə şərti olaraq A1, A2, A3 və sair adlı çoxlu sayda hazır müəssisələr var. Müəssisələr eyni hüquqi ünvanda qeyd alınır. Hər birinin mührü, bank hesabı, ƏDV sub hesabı, 2 işçisi, direktor və mühasib olmaqla icarə ofisi və ambarı da var. Hər müəssisə yalnız bir tenderdə iştirak edə bilər. Əməliyyat tam başa çatdıqdan sonra Əliyev ailəsinin audit şirkətləri bütün vacib maliyyə hesabatlarını yoxlayıb, müsbət rəy təqdim edir. Bundan sonra müəssisə fəaliyyətini dayandırıb, ləğv edilir. Növbəti tenderdə artıq növbəti A2 MMC qalib ola bilir. Qalib ilə müqavilə başlanır. 100 milyon ödəniş bank hesabına köçürülür.
18 milyon ödəniş ƏDV sub hesabına köçürülür. Nazirin qohumu veya tanışı xarici ölkəyə qaçağımal yoluyla 10 milyon pul keçirir və lazım olan malı sifariş verir. Mal gömrüyə çatanda ölkədə eyni və ya oxşar mal satışı ilə məşğul olan yenə də şərti olaraq CMMC ilə danışığa əsasən malın ƏDV daxil dəyərinin 5% həcmində, yəni bu halda 0,59 milyon dollar nağd bonus ödənişi razılaşdırılır. Sonra gömrükdə CMMC adından 18% ƏDV və 15% gömrük rüsumu nağd şəkildə ödənilir və idxal sənədləri CMMC-nin adına rəsmiləşdirilir. Həmin mal ilə bağlı gömrük sənədləri CMMC-yə, həmin malın özü isə gömrük yerindən birbaşa A1 MMC-nin ambarına daşınır. Beləliklə, CMMC malların idxal sənədlərinə və 0,59 milyon dollar nağd pula malikdir. Sifariş edilən mallar isə A1 MMC-nin ambarındadır. Nazirin qohumu və ya tanışı bu proses üçün ölkədə 3 qrupdan birinə aid adamla danışıqlar aparır. Birinci qrup yetimxanada 18 yaşına çatmış gənclər, sərbəst həyatda özlərinə iş və yaşamağa ev axtarırlar. İkinci qrup onkoloji, yaşlı xəstələr, müntəzəm bahalı müalicə üçün böyük məbləğdə maliyyə yardımı axtarırlar. Üçüncü qrup məcburi köçkün statuslu və sosial yardıma ehtiyaclı ailə başçıları. Bu qrup adamlarla danışıqlar onların adına B1 MMC qeydiyyata alınır. Bu MMC-nin yalnız mührü, bank hesabı, ƏDV sub hesabı və direktoru olur. A1 MMC və B1 MMC ümumi dəyəri ƏDV daxil 118 milyon olan mal alışı müqaviləsi bağlanır. Həmin mal B1 MMC-də olmadığına görə razılaşdırılır ki, B1 MMC-yə bank üzrə köçürülən 100 milyon dollar pulun 94%, yəni 94 milyonu ƏDV sub hesabına köçürülən 18 milyon pulun 27%, 4,86 milyon nağd şəkildə nazirin qohumuna təqdim edilməlidir. ƏDV sub hesabdakı pulu nağd çıxarmaq mümkün olmadığı üçün ƏDV üzrə razılaşdırılmış 4,86 milyon dollar da bank hesabından çıxarılan puldan verilir. Bank nağdlaşdırmaya görə 1% vergini dərhal tutur. Beləliklə, A1 MMC-nin əlində 118 milyon dollarlıq mal alışının müqaviləsi, invoice və pul köçürmə sənədləri, eyni zamanda 98,86 milyon nağd pul, yəni nağdlaşdırma üçün 1 milyon, ƏDV-yə görə 4,86 milyon və bank hesabı köçürməsinə görə 94 milyon dollar olur. B1 MMC-nin əlində isə nağd 0,14 milyon pul və ƏDV sub hesabında 18 milyon virtual pul qalır. Bütün tender əməliyyatları İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən nəzarət altında olduğuna görə A1 MMC ambardakı malı, satış və alış invoisları, müqavilə və pul köçürmə sənədləri nazirliklə və ya SOCAR-la tutuşdurulur və sonra Əliyev ailəsinin audit rəyi ilə birlikdə vergi bəyannaməsi və maliyyə hesabatları təqdim edilir. A1 MMC bir ay sonra fəaliyyətini dayandırır və ilin sonunda ləğv edilir. Eyni qaydada bütün tender əməliyyatları İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən nəzarətdə olduğuna görə B1 MMC-nin ƏDV sub hesabına köçürmə edilən anda bu pulun büdcə ödənişindən başqa digər hərəkəti bloklanır. ƏDV sub hesabdakı 18 milyon pul dövlət büdcəsinə köçürülür. Bir aydan sonra B1 MMC-yə yoxlama açılır. Məlum olur ki, A1 MMC-yə 118 milyon dollara satılmış malın alış sənədləri yoxdur. Bu, vergidən yayınma məqsədi ilə qaçağımal əməliyyatı kimi dəyərləndirilir və cinayət işi açılır. Standart 20%lik rentabelliyə əsasən ƏDV və mənfəət vergisi hesablanıb əlavə vergi borcu yaradılır və iş məhkəməyə göndərilir. B1 MMC-nin rəhbəri ehtiyacı səbəbindən nağd formada aldığı 0,14 milyon pulu özündə saxlamaqla 3-7 il müddətinə həbs edilir.
Bütün tender əməliyyatları İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən nəzarətdə olduğuna görə ithal sənədləri əldə edilən gündən bir ay keçəndən sonra SMMC-nin ambarında mal qalığı yoxlaması keçirilir. Məlum olur ki, ithal mal üçün gömrük sənədləri var, amma xarici ölkəyə bankla 10 milyon dollar pul köçürməsi olmayıb və ithal mal da ambarda yoxdur. Bu, vergidən yayınma məqsədi ilə mal satışının nağd pulla edilməsi kimi dəyərləndirilir və cinayət işi açılır. Standart 20%lik rentabilliyə əsasən ƏDV və mənfəət vergisi hesablanıb, əlavə vergi borcu yaradılır və iş yenə də məhkəməyə göndərilir. SMMC-nin rəhbəri nağd formada 0,59 milyon məbləğdə tamah və dələduzluq səbəbindən 3-7 il müddətinə azadlıqdan məhrum edilir. Beləliklə, büdcədən bank hesabına köçürülmüş 100 milyon dollar məbləğdə pul B1 MMC-nin vasitəsilə nağdlaşdırıldı. Bankdan nağd pul çıxarışı üçün 1 milyon dollar 1%lik vergi ödənildi. Nağd pulun 10 milyon dollara ithal malı alındı. Malın idxalı prosesində 1,8 milyon ƏDV və 1,5 milyon gömrük rüsumu rəsmən ödənildi. B1 MMC-yə nağd 0,14 milyon bonus verildi. CMMC-yə nağd 0,59 milyon bonus verildi. İlkin yekunda nazirin özəl şirkətində 84,97 milyon dollar nağd pul qaldı. İnfrastruktur və ithal məqsədli büdcə vəsaitinin nazirliyə köçürülməsinin təsdiqi üçün Prezident aparatına və ya Nazirlər Kabinetinə nağd şəkildə at-qat, yəni geri qaytarma məbləği köçürüləcək. ƏDV daxil məbləğin 5-7%-i bu halda 8,26 milyon dolları qədərdir. İnfrastruktur və ithal məqsədli büdcə vəsaitinin nazirliyə köçürülməsi əməliyyatı üçün Maliyyə Nazirliyinə nağd şəkildə şapka olaraq, gizli razılıq rüşvəti olaraq məbləğ köçürüləcək. ƏDV daxil məbləğin 3-5%-i, yəni dəqiqləşdirsək rəqəm ifadəsində 5,9 milyon dollar qədərdir. Pulun köçürülməsinin təsdiq edilməsindən başlayaraq bütün mərhələlərdə nağd korrupsiya xərcləri paylandıqdan sonra qalıq məbləğ, yəni 70,81 milyon dollar prezident ailəsinə çatdırılır. Bu, o deməkdir ki, infrastruktur və ithal məqsədli büdcə vəsaitinin hər 100 manatının 70,81 manatı yaxud 70%-i korrupsiya sxemi ilə nağdlaşdırılmaqla prezident ailəsinə çatdırılır. Neft hasilatı ölkələrində ki, əlbəttə Azərbaycan da oraya daxildir, infrastruktur layihələr və ithal xərcləri büdcə xərclərinin 50%-i qədərində olur. Araşdırma ilə infrastruktur layihələr və ithal xərclərinin 70%-inin korrupsiya yolu ilə necə talan edildiyini müəyyən etdik. Bu rəqəmləri tutuşturanda ümumi büdcə xərclərinin 35%-inin korrupsiya yolu ilə talan edildiyini də müəyyən etdik. Azərbaycan Dövlət Neft Fondunun gəlirləri hesabına dövlət büdcəsinə transfer məbləği büdcə gəlirlərinin orta hesabla 35%-i qədərində olur. Araşdırma ilə ümumi büdcə xərclərinin 35%-inin korrupsiya yolu ilə talan edildiyini də müəyyən etdik. Bu rəqəmləri tutuşturanda məlum oldu ki, dövlət büdcəsinə transfer edilən neft gəlirlərinin 100%-i korrupsiya yolu ilə talan edilir. Azərbaycan Dövlət Neft Fondunun gəlirləri hesabına dövlət büdcəsinə transfer məbləği həmin fond gəlirlərinin orta hesabla 90%-i qədərində olur. Araşdırma ilə dövlət büdcəsinə transfer edilən neft gəlirlərinin 100%-inin korrupsiya yolu ilə talan edildiyini müəyyən etdik və bunu bir daha qeyd edirəm. Bu rəqəmləri tutuşturanda məlum olur ki, dövlət neft fondunun gəlirlərinin 90%-i büdcəyə transfer edilib, oradan korrupsiya yolu ilə talan edilir. İlham Əliyev atasının davamçısı olaraq bütün ailəsi və qohumları ilə birlikdə hakimiyyəti zəbt edib və xalqa məxsus təbii ehtiyatları dövlət vəsaitlərini xüsusilə aşkar şəkildə və dələduzluq yolu ilə talayır.
İlham Əliyev ölkədə müstəqil media, siyasi fəal və hüquq müdafiəçilərini həbs edib, seçki saxtalaşdırılması yoluyla özünü prezident elan edib. Onu yalnız ölkədə və xaricdə beynəlxalq tədbirlərdə və rəsmi görüşlərdə ölkə başçısı kimi tanıyırlar. İlham Əliyev ona tabe olan bütün heyətin hər bir işçisi üçün klassik qəddar və amansız mafiya başçısı kimi tanınır.